Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım. Yardımlı rayonu Separati kəndindəyəm. Yardımlı rayonu Separati kəndinin tarixi ismi Qoşqarlıdır. Yardımlı rayonun öz tarixi ismi Ərdir. Azərbaycanın qədim şəhəri olan Ərdəbilin bir qoludur. Yardımlı tarixdə soyqırıma məruz qalıb. Yardımlı tarixi ərazi bütövlüyü Səlyana kimidir. Yardımlı rayonu 3-cü tarixdən sonra yeni isimlərlə dəyişikliklər olubdur. Yardımlı soyqırıma məruz qalmasaydı 2 milyon, 4 milyona yaxın əhalisi olacaqdı. Hal-hazırda 70 min əhalisi var. Əziz və hörmətli xalqım, millətim, soydaşlarım. Gördüyünüz Yardımlı rayonun Separati kəndinin ərazi bütövlüyü dağlıqdan ibarətdir. Yəni bu dağlarda tarixdə kətçi ilə, yerli ilə torpaq münaqişəsi 300 ilə yaxındır vardı. Amma hal-hazırda bunlar hamısı mənasızdır. Yaşadığın tərzdə insan sağlamlığını düşünün. Dünyada atmosfer çirklənib, ekologiya məhv olub. Onunla bağlı öz yaşayışınızı düşünün, mədəninizi düşünün. Kənd yerlərində ona görə insanlar qalmır ki, yaşayış yoxdur. Yəni gördüyünüz kimi boş dağlar, bir aptek yox, bir mağazin yox, görürsünüz. Kətdə hər cür şəraitsizlikdən insanlar tərk edir. Yəni yay gəlir üzümüzə, su yox. Bir baş ağrı olanda bir aptek tapıb dərman almaq olmur. Vəziyyət burada, yəni dağlıq zonada çətindir. Yaşam tərzi sıfıra düşüb. Müasir dövrün gənc nəsli də bu dağlıq zonada yaşamaq istəmir. Onun üçün dünyada baş verən siyasi məsələlər, tayfalar, etniklər hamısı mənasızdır. Ona görə özünüz üçün yaşayın. Dünya insan qonaq gəlir. Dünya bir pəncərədir. Hər kəs bax belə baxar, gedər. Hani bu tarixi ərazi bütövlüklərdə gördüyünüz kimi minlərlə insan yaşayıb. Amma hal-hazırda bu gün onlar yoxdur. Bir gün biz insanlarda elə olacaq. Nitq qabiliyyətinizə görə nitqinizlə bir-birinizi başa düşürsünüz, çalışın mədəni olmaqla, insanın naminə yaşamaqla. Hər rayonun, hər regionun öz ərazi bütövlüyü vardır. Hal-hazırda tarix hərbi dönəmlərində, tarixi dönəmlərdə bu Azərbaycanın ərazi bütövlüyündə çoxlu siyasi oyunlar olubdur. Onunla bağlı hal-hazırda yardımlı geriyə düşdüyü üçün tarixi soyqırıma məruz olduğundan geriyə düşübdür. Hal-hazırda yardımlı rayonun ərazi bütövlüyünü daşlıqdan, qayalıqdan ibarətdir. Yaşam tərzi də kənd təsərrüfatı ilə bağlıdır. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, gördüyünüz bu dağlar yeni müasir Azərbaycan dövlətinin yeni fermerlərin və yeni ağıllı kənd layihəsi ilə bağlı burada irəli getmək. Ondan başqa burada yaşam tərzi mənasızdır. Gördüyünüz bu ərazilər hamısında tarixi izlər var, qəbirstanlıqlar var. Hər birinizə təşəkkür edirəm. Dinlədiyiniz üçün də dünya müvəqqətidir. Bir-birinizin qədrini bilin. Dünyanın yəni istiləşmə ilə bağlı, qloballaşma ilə bağlı çətinliklər yaranır. Onun üçün insan sağlamlığı da tarazlıqdan çıxır. Özünüz üçün yaşayın, təmiz yaşayın, mərd yaşayın. Yaşasın Azərbaycan.